Herkese selamlar. Bugün sizlerle birlikte gördüğünüz kimi neyimirik? Yani The Forge oynuyoruz. Bu arada yayına bakmayanlar varsa kanalımda var yayın. Yani attım yayın. Çok maraqlı yayın idi. Məncə Gargantuan falan çıxartdıq. Yani Gargantuan falan çıxartdıq. Göstərim Gargantuanı. Gargantuanı çıxartdıq. Bir də 2 dənə də Eterite falan çıxartdıq ki şey eləyək. Ayaqlığımızı düzəldək. Ayaqlıq hələ düzəldə bilmədim. Nəysə bugünkü videomuzun konusu budur ki, The Force-da çox yaxşı bir glitch göstərəcəm sizlərə. Bu glitch də nədir? Sonsuz item, yəni əslində sonsuz item deməyək. Belə bir şey deyək. Bir dəqiqə baxım görüm hansı şeydir o. Bir dəqiqə. Nəydi o? Strength Sword'la Danger və Strength Sword'la ikisi yəni o ikisindən istədiyinizi düzələ biləcəksiniz. Necə yəni istədiyinizi biləcəyiniz desəz belə. Məsələn, bir dənə Gargantuan qoydum, bir dənə bundan qoydum. Bir dənə Suryafal gəldi. Suryafal qoydum, bir dənə də bundan qoydum. Bunu çıxardıb bunun yerinə Golem qoyaq. Golem Hirt. Nəysə, məsələn düzəltdim. 14%-dan Strange Sword gələ bilər. Burada məsələn gələ bilər ya da ki Dagger gələcək. Məsələn bastım indi. Baxın. Çox böyük ehtimalla Dagger gələcək. Amma 14%-la da Strange Sword gəlmə ehtimalı var. Bu zamanda belə olacaq. İndi tez bir şeylə zaten yəni bu qılıcı düzəltdikdən sonra sizlərə bu bug'ın əsl yerini göstərəcəm. Əsl qismini göstərəcəm. Baxın məsələn bax Strange Sword çıxdı. Gargantuanla Strange Sword düzəltdim. Yəni gördüyünüz kimi bu çıxdı məsələn. Amma 4 dənə itemlə çıxartdıq. Əsas kanal bu deyil. Bir dəqiqə. 1% neçə 200 hasar. Nəysə. Daha yaxşısını zaten çıxartmağa çalışacağam mən. Sonra gördüyünüz kimi bura gələndə bax. Bura gələndə unuttum. Recycle edirik. Burada recycle'da bütün itemləri geri ala bilirik. Eyni şəkildə. Gördüyünüz kimi bütün itemləri mənə geri verdi. Təzədən bunu dənəyəcəm. Axırda yaxşı bir Strange Sword almağa çalışacağam. Bir dənə Suryafal qoyaq yenə. Tak. Və yaxşı itemlərin eynisini qoydum yenə. Yəni məncə bu bug çox yaxşı bir bugdur həqiqətən. Yəni bu bug məncə eləyin. Glitch'dir yəni. Bildiğin inşallah bunu oyundan da qaldırmazlar. Əslində oyunun glitch kimi bir şey deyil bu. Oyunun öz-özünə elədiyi bir şeydir yəni. Amma adamlar beləliklə çox rahat bir şəkildə gəlişə bilərlər. Məsələn mən birazdan Gargantuandan bir şey düzəltsəm məsələn, əgər yaxşı bir şey gəlsə daha doğrusu. Məsələn Gargantuandan Cutlass gəlsə, Kaos falan gəlsə məsələn, o zaman yaxşı hasar verəcək. 300 hasarı falan olacaq. Onun üçün də nə olacaq? Mən sadəcə bir dənə, normalda 2 dənə falan düzəldilən qılınc 2 dənə Gargantuan qoyulan qılıncdan bir Gargantuan qoyaraqdan düzəltmiş olacağam. Yəni bug'ımız tamamilə belə bir şeydir yəni. Yəni 4 dənə qoysaz olur. 4 dənə istədiyiniz itemdən qoyun. Yəni mütləq Gargantuan falan qoymalı deyilsiniz. Bunu da deyim. Amma məncə ən məntiqlisi elə Gargantuan falan işlətməkdir. Çünki necə deyim, Gargantuan çox çətin falan çıxır. Onun üçün də nə olur? Bunu eləmək sizin işinizə gəlirmi? Gəlir məncə. Təzədən eləyə görək bu səfər Strange Sword gələcəkmi?
Gəlmədi. Yenə Dagger gəldi. Amma yəni belə dənə çox rahat bir şəkildə məncə eləyərsiniz. Mən çox yaxşı bir bug olduğunu mən düşünürəm. İndi tez bir şəkildə yenə belə oldu. Yəni Dagger'lar zaten az hasar verəcək. Yəni amma oy bu niyə belə oldu? Niyə kasma başladı? Dur yeter kasır bax. Yenə recycle edək. Recycle. Belə yaxşı bir dənə qılıc çıxardana qədər davam elətdirsəz, yəni həyata özünüzü belə gəlişdirə bilərsiniz. Bu arada 15x çarpan var idi görəm. 15.3 çarpan var idi. Çox yaxşı bir çarpan sayısı. Yəni kaos falan gəlsə məsələn, bu arada Hellslayer tuttura bilsəz, yəni tutturmağa çalışın məncə. Hellslayer tutturursanız çox yaxşı olar həqiqətən. Gəlmir. Dagger gəlir ancaq. Bir dənə yaxşı bir dənə Strange Sword əldə edə bilsəm, tez bir şəkildə yaxşı olacaq. Dostlar, bu arada 1 saat kimi bir civarı yeni bir kod gələcək. Kod falan gələcək, yeni güncəlləmə, kod falan elə şeylər gələcək. Onu da yəni bu videonun açıqlama linkinə qoyaram kod gəlsə əgər. Kod gəlməyibsə əgər qoymayacağam. Yəni qoymamışamsa, yəni kod gəlməmişdir. Belə təkrarlayaq. Yəni zaten bu videonu editləməyimə də çox ehtiyac olmayacaq düşünürəm mən. Niyə? Çünki direkt yəni birazdan çıxar deyə düşünürəm Strange Sword yəni. Tez bir şəkildə çıxsın. İnşallah. Yəni bu oyunun məncə ən yaxşı buglarından biridir həqiqətən yəni. Bu bug mən özüm tapmışam həqiqətən. Heç yerdən tapmamışdım. Amma ən birincisini tapmışdım. Mən yumurtaya belə özüm üçün Dagger girdim. Dagger qılıcları girdim də. Sonra deyim ki, bu məsələn mən recycle edəsəm şey olar da indi. Mesela ben dedim ki ben bunu recycle falan eləsəm bu şey olar. Mənə təzədən bütün itemlər gələr dedim. Və bir də gördüm həqiqətən də gəlir yəni itemlərin hamısı mənə gəlir. Bu da ki yəni mən bunu təkrarladım artıq yəni elə yaxşı bir qılıcda düzəltməyə başladım. Digger qılıclar amma belə 4 dənə qoyub da şey eləmə mənim ağlıma gəlmədi. Onu YouTube'dan gördüm. Yəni 4 dənə item qoyub da Strange Sword düzəltmək mənim ağlıma gəlmədi. Yəni çıxsa tez yaxşı olar Strange Sword. Bu arada yaxşı bir qılıc gəldi yəni. 6'da 1 çıxır. Çox sürətli vurur bu qılıc həqiqətən. Dagger işlətmək istəyənlər varsa məncə bunu həqiqətən işlətsin yəni. Dagger xoşlayanlar üçün məncə çox yaxşı bir şeydir. 115 oldu amma yenə də buna enchant yəqin basarsınız deyə düşünürəm. Niye kasırıyor? Ben onu tatmır. Ama ölüyor oyun. Neyse. Yayında bu arada kasmırdı ya. Deyirdim indi yayında çok kasacaq falan. Ben kasmadı ama yani bildiğin. Rahat. Yani yok. Yayında kasırmış kim görsene bilər. O yayının problemidir bu arada. Həqiqətən bir dənə yan ekrana vardı. Orada baxırdım. Yayın durduğu yerde kasırdı mesela yani.
Please. Strange Sword. İşte bu ne ki? İndi. Aha. İndi yeniden böyle deneyeceğim. Görək. Nə alındıracağıq? Ne var? Tezdən Strange Sword gəlsin. Videonun da dayandırma məsələsi yoxdur ya bu reydinlərdə. Videonun dayandırma məsələsi yoxdur. Bəlkə telefonumda şəxsən var idi. İndi. Tez buranı da həll edək. Nə var? Ayda. Amma yəni çox dəqiqə gəlir həqiqətən. Nəşət çox dəqiqə gəlir. Neyse yani dostlar siz başa düşmüşsünüzdür bence benim ne demek istediğimi. Yani inşallah başa düşmüşsünüzdür da yani. Bu bug eləyərəkdən siz də çox rahat bir şəkildə yaxşı qılıclar əldə edə bilərsiniz. Eləməyinizi tövsiyə edirəm. Neysə videomuz bu qədər idi. Sağ olun. Gələn videoda görüşərik. Kanalıma abunə olub like etməyi unutmayın. Sağ olun. Görüşənə də